47 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, 49 enerji şirkəti. Avropanın enerji təhlükəsizliyi Bakıda növbəti dəfə müzakirə olundu. Bəli, dünyada elə güclü təməllər var ki, onlara zaman axını belə təsir etmir. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq 10 ildən çox vaxt keçir. Və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Axı 12 ildə nələr dəyişməyib ki? Ötən hər il dünyanın bütün nöqtələrində fərqli bir dövrü başladıb. Nə qədər təəssüf etsək də bu dəyişikliklər özü ilə həm hərbi toqquşmaları, həm iqtisadi, siyasi və humanitar böhranları gətirib. Xüsusilə son bir neçə ildə münaqişə ocaqlarının artması isə qlobal siyasətdə və iqtisadiyyatda böyük bir narazılığa səbəb olub. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdi. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq. Təkcə ötən ildən bu yana Azərbaycanın qaz tədarük etdiyi ölkələrin sayı 16-ya yüksəlib. Həmin ölkələrdən biri də Almaniyadır. Bununla da Azərbaycan artıq boru kəməri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Yəni hazırda Cənub qaz dəhlizi quruda və suda sərhədləri aşaraq Avropanın enerji təhlükəsizliyini təmin edən əsas arteriyalardan biridir. Elə buna görə də gələcəyə dair planlarda qaz hasilatı həcmlərinin artırılması var. Lakin hasilatla paralel qaz nəqli infrastrukturlarının genişləndirilməsi də mühümdür. Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq. Öz növbəsində Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək. Bu qarşılıqlı və dərin etimad gələcək planların reallaşma ehtimalını yetərincə artırır. Digər tərəfdən əməkdaşlıq sahələri də genişlənir. Yəni iclasın əsas müzakirə mövzularından olan yaşıl enerjiyə keçid məsələsinə toxunmasaq olmaz. Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir. İşğaldan azad edilmiş ərazilərin potensialı da yetərincə yüksəkdir. Bu torpaqlarda artıq 307 meqavat gücündə hidroelektrik stansiyalar fəaliyyət göstərir. Yaxın 2-3 ildə bu rəqəmin 2 qat artması gözlənilir. Neft və qaz ölkəsi olan Azərbaycanın zəngin təbii resursları fonunda alternativ enerji mənbələrinə bu qədər sərmayə yatırması təbii ki, hər kəsin diqqətini çəkir və yeni əməkdaşlıq üçün daha bir pəncərə açır. Əməkdaşlıq demişkən, qlobal iqtisadiyyatda artıq ən etibarlı tərəfdaşlardan olan Azərbaycan iqtisadi əlaqələrini də genişləndirir. Yeniliklər arasında Türkiyədə 870 meqavatlıq böyük elektrik stansiyasının əldə edilməsi və Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması var. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neft ayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neft ayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neft ayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaq doldurma stansiyası bu razılaşmanın bir hissəsidir.
Bir sözlə Bakıda keçirilən görüş hazırda enerji təhlükəsizliyinin risk altında olduğu bir dünyada Azərbaycanın tərəfdaşları üçün mühüm dayaq nöqtəsi oldu.